Səhər zavtraqını hazır edirəm. Buranı təmizlədim. Tərtəmiz oldum. Bunu da yumuşdum. Zavtraqımız Ali'ndə gəlir. Bu da Ali'nin yeməyidir. Yumurtadır, bir banan, biraz pendir və pomidor xiyar. Bu bizimdir. Kompotu dünən hazırladığım. Dedim bunları koyun. Bu da mənim xlebçilarım. Mən bir dənə yumurta yiyəcəm. Belki biraz pomidor xiyar və pendir. Bir də yaşıl çay. Yeni bir gündən sizi salamlayırıq. Hələ ki bağdayıq. Qaynanam girdi. Nəsə burnum axır. Yəqin ki xəstələnməmişəm. Ben kindəmin kaşasını eləmişəm. Bir də ona vitamin D-sini verəcəm. Yaxşı ki dizdirim sənin keyfin açılsın. Görün neynədir. Yaxşı da verirəm də. İstidir axı qızım, qaynardı. Başı düşmür ki. Heç nə gedim yedizdirim. Ne? Tamam. Aşağısında yedi bitirdi. Ben geldim özüme de zavtrak düzeldim. Bir de kofe düzeldim özüme. Kafemde hazır. Alin imkan versen. Bırak geçsin. Давай, Текста, давай. Gidelim. Gidelim. Bu da bizim zavtraqımız. Bizim de ne kimin bunu yiyeceğim, bir de yumurta ifşa. Dainin kayıkır. Gide yiyək, gedəcək yuxusunu almağa. Yıkılarsan. Bizim samavar çayımız da hazırdı. Ben bir dənə suyunu içeceğim. Bu benim çayım. Yaşıl çay tapmışam. He? Bu da tökür yere. Sivri. Kuru. Ben gelirəm. Alinə məşaqçılıq edir biraz. Nənəylə oturmuşdu, o da getdi. Qozdur, qırmızı soğandır. Bir də bu turşudan əlavə eləyəcəm. Zoğal turşusu deyəsən. Şimdi hazırdır. Bayaqdan Alin qışqırdı, imkan vermirdi video çəkim. Toyuqlarımdır, marinad eləmişəm 2 toyuq. Bir də burada xanım qızın supçuku. Vermişəm indi atasına. Yedizdirsin onu. Şöyle bir sup alındı Alinka üçün. Lezzetli. Bunların reseptlərini istəyirsinizsə, əgər mənə yazın, mən sizinlə bölüşüm. Hamısını bir-bir. Qazmaq da eləmişəm. İndi bunu sadəcə yayacağım. Məsəl üçün tavaya yağla. Yağla belə açacağım, qəşən yerləşdirəcəm tavaya. Budur. Yaydım onu. Burada biraz cırılıb, eybi yoxdur. Əsas yerləşdi. İndi üzərinə tətbiq edəcəm bizim aşımızı. Sarı kök, kərə yağı falan. Çox ləzzətli olacaq. Belə forma verdim. Tez bazar elədim və aşımı yerləşdirəcəm indi ora. Bu da hazırdır. Dəsmalla bağlayacağım. Örtəcəm onu və qoyacağım astaxotda dəmlənsin.
Eləməyəcəm. Bir dənə soğanı biraz qızardacağım qəşən alça ilə və bir də üzüm kişmiş, sorry, kişmişi də qızardacağım. Aşın yanına bizdə 2 toyuq olacaq ləvəngi ilə. Geçən iş gedir buradan mətbəxdən. Bu artıq qızır. Bu da mənim ləvəngimdir. Ləvəngiyə nə əlavə eləmişəm? Zoğal deyəsən idi. Zoğal 4 manat. Amma düz almayıblar. Gərək alça almalıydılar. Ayıb yoxdur. Bundan da elədim. Bundan da məncə dadlı olacaq. Zoğal. Sonra qoz nəbbəsini uyutdum biraz əllərimdən. Çünki nə maşınka var, nə bir şey. Qaynanan yeməyi pişirməyi xoşlamır. Bir də soğandı qırmızı. Əviyyatlardı. Biraz yağ vurdum. Görək də necə olacaq. Məncə dadlı. Toyuqlar da burada marinad eləmişdim. Həmin bu zoğal sosu ilə, zoğal turşusu ilə və belə. İndi gedək biz toyuğumuzu bu qəşən ləvəngi ilə dolduraq. Bəhbəhlə sonra yeyək. Toyuqlarımız da hazırdır. Əziz xanımlar. Belə alındı. Bilmirəm, bunu nəsə bükmək istəyirdim, alınmadı. Çünki sıxırdım, açılırdı. Eyb yoxdur. Belə. Bunlar da gedillərində duxovkaya. Aşımız da hazırdır. Görün necə ləzzətli aş alındı. Və qaldı toyuq. O da buradadır. Pişir. Dəqiqə ailənin smesini hazır edirəm. Yiyəcək 180 və gedəcək yatmağa. Mən də yeməklərimi gözləyirəm. Toyuğum pişib artıq. Və gedəcək yeməyə. Burada hazır. Biraz yandı. Bir yoxdur. Ailədən başım qarışmışdı. Biz artıq evdəyik. Gəldik evə. Şüründə aşağı çolpa falan alaq. Aynı su pişirəcəm. Biraz gezək, hava yaxşıdır. Heç nə çəkmədim səhər. Çünki tez bazar yığışdıq və çıxdıq. Samir də təndir alır. Getdik marketə. Hər şey aldıq. Возьми, да, тендир? На, попробуй. Tripod seçirdim özümə. Burada. Bundan götürdüm. Bu daha rahatdır. Başqaları da var idi. Daha bahalıydı. Belələr də var. 10 manat, 9 manat. Nərimanovda. Bunu götürdüm. Floya gəldik. Bunlara baxın. Işıqlıdır. Özdə indirimə düşüb. 34.99. Nəhayət ki evdəyik. Yağ götürdük. Belə ailə yeməyi pişirəcəm bu yağın üzərində. Çolpa bir qatıq götürdük. Biraz götürdü. Eyb yoxdur. Bir də əkçiyə getmişdik. Çolpa götürərkən bu butları da götürdüm. Biraz pomidor, xiyar, çuğundur. Bəlkə bugün hesabı boş eləyəcəm. Biraz soğan, kələm, biberlər. Heç qiyməti görsənmir burada. Və mən göyərti görəndə görürəm ki təzədir, götürürəm hər dəfə. Hərəsindən bir ədəd. 5 ədəddir burada. Ən sevdiyim turp. Banandır Alinka üçün. Kartoşka götürdü biraz. Görə yaxşı olsun, yəni düşüb götürərik. Bir də çörək, kəndir. Mən indi Alin üçün su pişirəcəm. Biz gəldik evə. Mama bugün bizdəydi. Alinkaya baxırdı. Belə tripod almışam özümə 18 manata. Belədir. 2 dənə şamdır. Uğursa süfrəsi üçün, honçası üçün. Bir də bunu aldım. Bunun içinə maska düzəldəcəm. Rozmarindən sonra sizə hamısını göstərəcəm. Bu da təzədir. Bunu da birazdan göstərərəm. Özümə də belə tava götürdüm. Su pişirmək üçün Alinçka. Bu tavadan bizdə var idi. Sizə göstərmişdim. Bunu indi sup, şorba üçün olanı aldım. Şorba, soğuz, hər şey üçün əladır. Kartof soyan 1 manat idi. Bu da 20 neçəsi manat almışıq. Kesilifdən salamlayırıq ailəmlə. Getmişdik marketə bulk almağa. Alinka üçün pişmişdi bulkanı yeyir. Gələk evə.
Keçim işlerimi görün hamısını. Bizde ne kadar iş var. Bir şey almıştım. Oy bir dakika. Hə, böyle bir şey almıştım. Həzər marketdən tapmışdım bunları yumurtaları rəngləmək üçün. Burada 6 ədəd belə renk var. Bunları suya koyuruq ilk önce. Ve sonra yumurtaları boyamaya başlayırıq. Pirçatkalar var idi bunun içinde. Bir de yumurta üçün pastavkalar. Ver kızım eləmə. Hə, bunların da arxasından bunları böyle çıxartmaq olar. Yumurtaları rəngləyəndən sonra bunun üzerine koyursunuz. Maraqlı bir şeydir. Görək nə alınacaq. Yumurtaları koymuşum qaynasın. Və başlayacağım rəngləməyə. Qiyməti də 2 manat neçəsi qəpik idi. Onları suya saldım. Orada yazılmıştı. Arkasında her şey var. Yani birden size lazım olar. Gelen dəfəyə. Böyle güzel rengi alındı. Zərlidir hem de. Artık biri buradadır. Bunu böyle koymuşam. Burada quruyur. İkisi de elimde. İkisi de o tərəfdədir. İndi onları da eləyəcəm. Beləliklə belə bir yumurtalar alındı. Burada biraz bənövşəyə gidi çıxdı sarının üstüne. Eybi yoxdur. Bu yumurtaları da özüm eləmişdim. Boyamışdım böyle bu tadı güya bu. Rəssam deyiləm. Üzrüsən bu da səməni paxlavası ilə, qoğalı ilə böyle bir şey alındı. Böyle bir şey alındı. Çıxartdım balkona çünkü güneş var idi. Gelin ne gezer görsənir. Bu da Alinka'nın yumurtaları. Alinka'nın yumurtaları. Bağla kızım gəlirəm, gətirirəm yanıma. Bilirəm ki dağıdacaq hamısını. Da qaynatam hediye eləmişdi bize yoldaşımdan. Yoldaşım dedi ki Kami böyle şeyleri çok sevir. Kilimdi diyesem bu. Bir de atam böyle bir xonça getirib ailen üçün. Ben de onu gərək bəziyim. Qoz, fındıq, ləpə, qoyun bura keçən görürsünüz. Bayram şamlarla almışam. 80 qəpiklik. Axıra kimi tam düzəlməyim. Ona görə mənim hələ vaxtım yoxdur. Bunu Alinka üçün eləyəcəm. Əslində çok qəşəndir. Buna baxın. Nələrini də koymuşam bura. Burada qalsın. Bu da Alinka'nın yumurtaları. Birini kırmışdıq. Kırmışdı birini. O da düşdü. Bu da belədir. Səmənimi də görmürsünüz yəqin ki, həm shorts bölməsində paylaşmışdım. Necə cücərtmişəm onu oradan da baxa bilərsiniz. Burada gərək şəkər, bura paxlava, qoğal belə şeylər alım qoyum. Səməni də buradadır, böyüyür. Görürsünüz qalxır. Çox gözəldir, çox bəyəndim. İnşallah gələn ildə ailəndən bir yerdə eləyərik. Artıq biraz başa düşəcək. Görün neyinir, bir yerde oturmur ki oturmur bu uşaq. Əlində çıxardıb otur şoferlər olur. Aylinka. Hava da çok güzeldi. Gedirik markete. Ay döküldü. Peki. Bizim yeni plekanımız rahattı. Aylinka üçün də burada su eləmişəm. Makaronla biraz makaron vurdum. Merciməkdir, kök, çolpa, çolpanın bulyonu, kartoşkadır. Bir de biraz balqarı biberi soğanla. Qaldı göyərtiləri vuracağım bura. Bu da bizim supçuk. Belə alanda sabah bunu yiyəcək. Artıq gecdə biraz pişirdim ki sabaha işlərim olmasın. Mənə da gedir sabah.
İkisinə 3 manat vermişəm. Altı ədəd göyərti. Fileyə Aylin üçün qaymaq götürmüşəm. Pasterizə edilmiş inək südündən. Ədviyyatlar. Kofelerim. Ədviyyatlar. Yoldaşım götürüp özünü. Bu da yoldaşımın da demişəm bunu götürmə. Bu çox pisdir ama götürüp. Bu pendir çok tatlıdır. Bu tek süzün pendiri öküz. Verdik 4 manat 18 qəpik. 2 adet mandarin. O da ailen için. Bir de bunun kokusu. Mükemmelini götürdüm Bingo'nun.